Əziz Qazax və Qazaxa yaxın ərazidə yaşayan ailələr, 8 fevral tarixində 18 illik iş təcrübəsinə malik defektoloq loqoped Qüsursuz Nitq Psixologiya Mərkəzinin rəhbəri İsmira Qafarova və 25 illik iş təcrübəsinə malik peşəkar həkim-nevroloq Vüsal Əzimov Qazax rayon 1-ci Psixoloji Nitq Mərkəzində ilkin diaqnostik dəyərləndirmələrdə olacaqdır. Əgər övladınızın 2-3 yaşı varsa, danışmırsa və yaxud da autizm spektr pozuntusu, kəkələmə, serebral iflic, Down sindromu, alahliya, afaziya, eşitmə qüsuru, psixinitq inkişaf ləngiməsi, yaddaş pozğunluğu, aqressiya, panik atak, depressiya, disfagiya, çeynəmə və udma problemindən əziyyət çəkirsə, düşünmədən, yaş həddi və diaqnoz fərqi olmadan Qazax rayonu 1-ci Psixoloji Nitq Mərkəzində qəbullarımıza yazıla bilərsiniz. Odur ki, 8 fevral tarixində yazılmağa tələsin. Qeydiyyat üçün 050 885 70 07 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.